Axşamı xeyir, bölmədim. Bir sualım Salam Üsal, salam salam, xoş gəlmisən. Yox, əstəğfurullah, motu düşdü, sənə qaldırdıq. var. Yəni bu neçə ildir TikTokdayam. Hər axşam, hər günorta səhər olsun. Bu ateizm, dindar canlılar oldu. Əsasən sizin dialoqlarınıza baxıram. Yəni bir sual mənə maraqlıdır ki, ancaq mövzu İslam üzərindədir. Amma ateizm bütün dinlərə qarşı olmalıdır. Yəni hamı bunu bilir. Yəni bax məlumat olan. Niyə Bəli, indi bax bəli. yapışırlar bu İslamla? Səbəb odur ki, bunlar əslində İslam düşmənləridir. Ateist olmaqla ateistlər. İndi hərəsi cürbəcür ateistlər var. Eləsə heç bilmir ateizm nədir. Çoxsu da heç düzəməlli bilmir. Bunların əsas nifrəti İslam və müsəlmanlardır. Bunların əsas... Bu məsələ üçün özümdən götürürəm. Spam eləyiblər ona görə, şikayətlə də atırlar. Məsəl üçün, bax, bir kəsə pisliyim keçməyib. İçki satmıram, narkotik satmıram, məkanımda fahişə işlətmirəm. Bütün restoranlar Azərbaycanda əksəri 80%, 70% pozğun qızlarla işləyirlər. Yəni pozğunları yığıblar müştəri xatirinə. Ağzı qara gədələr gəlir. İçki satmıram, nə bilim, səhnədə mini yubkada pozğun qadına bənzər şeylər işlətmirəm, oynatmıram. Halal çörəyimizi qazanırıq, kişi kimi çörəyimizi qazanırıq. Kiminsə mərdimazarlığını eləmirik. Baxmayaraq, hansı ki, payda bunlar bizə hörmət eləməlidirlər. Bir cəmiyyət olaraq bizə hörmət eləməlidirlər. Biz onu haqq eləyirik yəni. Çünki cəmiyyətə xeyir veririk biz. Kiminsə balasına atrava satmırıq, zəhər satmırıq. Yəni, sən yaz, bu cəmiyyət hörmət eləməlidir. Müsəlmanlara bu cəmiyyət hörmət eləməlidir, sayğı göstərməlidir. Həm dinimizə, həm də şəxsiyyətimizə. Həm dinimizə, həm də şəxsiyyətimizə, bəli. Çünki biz kişi kimi yaşayırıq. Çoxlarından fərqli olaraq, çoxlarından fərqli olaraq. Bu məmləkətdə çoxlarından fərqli olaraq. Yəni, qazancımız da kişi kimi qazanırıq, kişi kimi də xərcləyirik. Yəni, haramlara yox, elə halala xərcləyirik. Ancaq gördüyümüz nədir? Gördüyümüz odur ki, bunun əksi. Gördüyümüz bunun əksidir. Yəni, cəmiyyət müsəlmanları sevmir. Mən bunu rəsmən deyirəm burada. Mənim fikrimdir, subyektiv fikrimdir. Bu cəmiyyət, bizim cəmiyyət müsəlmanları nəinki sevmir, müsəlmanlara nifrət eləyir. Bizim bu cəmiyyət, sözümün də arxasındayım. Müsəlmanlar deyəndə mən yaşayan, İslamı yaşayanları nəzərdə tuturam. Elə mən müsəlmanam deyib, donuz əti yeyənlərdən söhbət getmir. Təşəkkür, minnətdaram. Azərbaycan cəmiyyəti məhz Azərbaycanda yaşayan, İslamı yaşayan, İslamı yaşadan müsəlmanlara nifrət edir. Nifrət. Reallıq budur. Ona görə mənə qəribə deyil. Yəni, bu hadisələr mənə qəribə gəlmir. Normal, yəni bu cəmiyyət